Sen yata bilmirsən, yerinin içində qıvrılmaqla deyil, yuxun gəlmir. Sen yatmağa çalışırsan, amma beynin problemləri yada salır, borcu, xərci düşünür. Qardaş, normalda bizim beynimiz yatmaq üçün melatonini özü ifraz eləyir. Amma gün ərzində o qədər depressiya keçiririk ki, o qədər ağır iş rejimimiz olur ki, beyin təbii melatonin ifrazını dayandırır. Ona görə də gecə saat 12-dir, 1-dir, 2-dir, 3-dir, yuxu gəlmir. Yata bilmirsən, səhər-səhərdə ayılırsan, giz kimi olursan. Nə etmək lazımdır? Ekrandakı ürəyi qızardın, ətraflı izah edeyim. Sizə lazım olan melotasan damladır. Çünki bu damla istifadə etdiyiniz zaman sizin beyninizin yatması üçün ehtiyac duyduğu melatonini verir. Dil altına rahat damızdırırsan 4 damcı, 5 damcı özün normallayırsan ki, hansı damcıda rahat yatırsan. Və beynin rahatlıqla yatır. Özdə heç bir asıllıq yaradıcı xüsusiyyəti yoxdur. Səhər də ayılırsan normal, key kimi olmursan, negativ olmursan, psixologiyanı yaxşılaşdırır, axı rahat yatmısan, normal yatıb normalda durursan. Ölkənin bütün apteklərində var. Olmasa əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər və ən əsası heç bir asıllıq yaradıcı xüsusiyyəti yoxdur. İstifadəsi 7 yaşından başlayaraq uşaqlara da, böyüklərə də uyğundur. Bu cür faydalı videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əczacınız Baloğlanla hər zaman, hər mövzuda sağlam qalasınız.